Hər vaxtınız xeyir olsun, əziz dinləyicilər. Alman Saat ilə YouTube kanalının 5-ci buraxılışı ilə qarşınızdayım. Sizinlə mən Elnarə Rəhmova. Bugünkü mövzumuz Almaniyada yaşayan bir gəncin Kölndə başlayan həyat hekayəsi olacaq. Sahibcan, sizi tanıyım. Hər kəsə salam, mən Sahibcan Sayzadə. Bugün dəvətiniz üçün sizə təşəkkür etmək istəyirəm. Bugün sizinlə Almaniyada Ausbildinglə bağlı təcrübələrimi paylaşacağam. Çox sağ olun Sahibcan, bir daha dəvətimizi qəbul edib gəldiyiniz üçün. Səhv etmirəmsə, artıq diş assistenti olaraq Ausbildinginiz zamanı burada tətil üçün gəlmişdiniz və biz sizinlə qarşılaşdıq. Dəvət elədim sizi ki, təcrübələrinizi bizim izləyicilərlə bölüşün və siz də qəbul etdiniz. Bir daha çox-çox təşəkkürlərimizi bildiririk. Deməli, Sahibcan Almaniyada diş assistenti üzrə Ausbilding keçirən gənclərimizdən biridir və mən artıq istərdim ki, ilk suallarımızı sizinlə başlayaq. Belə deyək ki, necə qərar verdiniz diş assistenti olaraq Almaniyada Ausbilding etməyə? Əslində uşaqlıq illərimdən bəri tibb sahəsinə həmişə marağım olub. Buna görə Ausbilding çərçivəsi içərisində ixtisas seçimi edərkən tibb sahəsinə fokuslandım və beləliklə diş həkim assistentliyi üzrə peşə ilə ixtisasla tanış oldum və bu yol məni bura gətirib çıxardı. Çox gözəl. Belə deyək ki, uşaqlıqdan bəri artıq diş assistenti olaraq deməyək də tam olaraq həkim olmaq istəyiniz var idi və demək olar ki, o uşaqlıq arzusu sizi bu günə qədər gətirib çıxartdı. Ausbilding proqramını ümumiyyətcə Almaniyada gənclər üçün belə bir fürsətin olduğunu, Ausbilding kimi bir fürsətin olduğunu ilk dəfə necə öyrənmişdiniz? Əslində Almaniyada yaşamaq, xaricdə təhsil almaq, özümü inkişaf etdirmə planlarım arasında həmişə var idi və beləliklə biraz araşdırmalar, onlayn vasitəsilə araşdırma etdim və qarşıma Ausbilding sistemi çıxdı, hansı ki bu praktiki və nəzəri bilikləri bir yerdə birləşdirir və bunun mənim üçün uyğun olacağını düşünərək bu yola addım atdım. Diş assistenti üzrə artıq Almaniyanın Köln şəhərində 5 aydan çoxdur ki, siz Ausbilding eləyirsiniz. Nə gözəl. Bir daha sizi təbrik edirik bu uğurlu addımınız üçün. Belə deyək ki, ilk dəfə artıq siz Ausbilding proqramı ilə tanış oldunuz, müraciət prosesləri başladı və hazırki şefinizlə əvvəlcə siz belə deyək ki, onlayn şəkildə görüş keçirmişdiniz tanış olmaq üçün. Nə hisslər keçirdiniz bir almanla ilk dəfə danışacaqdınız həmin görüşdə? Əslində çox həyəcanlı idim və hər şey bu video çarxdan ibarət idi, bu video danışıqdan ibarət idi. Ona görə həyəcanlı, bir o qədər də hazırlıqlı idim və sprechen, yəni danışıq alman dilində olur və bu da insana biraz həyəcan qatır. Amma çox uğurlu alındı. Hazırki şefim məni çox bəyəndi və beləliklə mənim Almaniyada hekayəm başladı. Çox gözəl. Dil öyrənməkdən danışaq o zaman biraz da ki, artıq orada siz danışmaq üçün müəyyən qədər almanca biliyiniz olmalı idi. Bəzən gənclər fikirləşir ki, mən dili çox çətin öyrənəcəm, heç bu yola başlamayım. Amma siz bu tilsimi qıraraq dili öyrənmişdiniz. Necə oldu dil öyrənmə prosesi? Çətinlik çəkirdinizmi? Bəli, mən düşünürəm ki, Almaniyada və ya hər hansı bir sahədə işləmək istəyirsə və xaricdə təhsil almaq istəyirsə, dil burada açar rol oynayır. Zaten bunları istəyən bir tələbə, bir gənc bunu da göz qarşısına alır. Dil öyrənənlərə tövsiyəm bundan ibarətdir ki, ilk öncə doğru yerləri seçsinlər və orada gedib öyrənərəm fikirlərinə qapılmasınlar. Ölkədə öyrənmək ən doğru seçimdir və biz sadəcə orada ünsiyyət bacarıqlarımızı gelişdiririk. Burada sadəcə qrammatik və elmi nəzəriyyətləri öyrənirik. Orada siz bir məqama toxundunuz ki, dili Azərbaycanda olarkən öyrənmək lazımdır. Biz hər podkastda az qala bunu deyirik ki, yəni burada müəyyən səviyyədə sən dil bilməlisən ki, Almaniyada artıq deyilənləri az da çox da olsa anlamalısan, özünü ifadə etməlisən. Bəzən bizim gənclər düşünür ki, belə paylaşımlar olur ki, A1 ilə Almaniyaya gəldim, 0 dil bili ilə Almaniyaya gəldim və bu gün çox yaxşı işləyirəm. Bu ola bilər. Mən hər zaman vurğulayıram ki, bizim iş mühitindəki şefimiz, müdirimiz, əgər aramız yaxşıdır, bu ancaq şəxs məsələsidir ilk başlardan bəri. O zaman belə deyək ki, viza çıxdı artıq, siz dil biliyini falan hər şey hazırdır, Ausbilding qəbulunuz gəlibdir, artıq Köln şəhərində bir klinikada diş assistenti olaraq təcrübə proqramınız başlayacaqdı. Viza mərhələsi necə oldu? Yəni həyəcan var idimi? Vizadan kəsilərəmmi? Necə olacaq proses? Bəli, viza mərhələsi çox həyəcanlı keçdi mənim üçün. Bəzən bu zaman alır və bu zaman dilimində insan ağlına hər cür fikir gəlir. Ya ala bilmərsəm, ya bacara bilmərsəm deyə fikirlər gəlir. Amma çox yaxşı keçdi və çox sevindim. İlk pasaportu əlimə alanda içində viza baskını görəndə həqiqətən çox sevindim. Sevincimi ilk öncə anamla paylaşdım. Daha sonra məni bu yolda dəstəkləyən müəllimlərimlə, məni bu yolda kömək edən dostlarımla paylaşdım. Həqiqətən çox gözəl oldu. Ümid edirəm hal-hazırda bu podkastı izləyən gənclərə də nəsib olar. İnşallah ki, bu il qismət olmasa da artıq 2026-nı Almaniyada keçirmək istəyən gənclərə də qismət olacaq.
Artıq pasport hazır, viza hazır, daha doğrusu artıq vizanız çıxıbdır. Almaniyaya gedəcəksiniz və sizin artıq ilk gününüz olacaq işdə. Yəni Ausbildung ilk günlərində nə hisslər keçirirdiniz? Çətinlik çəkirdinizmi? Bəzən bacarmayacağam sanki, geri qayıdım. Çünki yeni bir ölkə, yad bir dil, yad bir insanlar. Nə hisslər keçirirdiniz? Əslində ilk öncə ən qorxduğum və həyəcanlı olan situasiya bundan ibarət idi ki, ünsiyyət. Və bu ünsiyyət sadəcə dil bacarıqlarından getmirdi. Başqa bir ölkə, başqa bir mədəniyyət, başqa bir mentalitetdə olan insanlarla və hər an ağlıma gəlir ki, hər an mən yanlış eləyə bilərəm. Və bu tədirginliklər var idi məndə. Amma zamanla təbii ki, bunları aşdıq. Şefimin və kolleqamın sayəsində artıq bunların boş bir qorxulu fikirlər olduğunu anladım. Hal-hazırda hər şey yolundadır və çox qəşəng şəkildə irəliləyir. İlk gün yeni iş yoldaşlarınızla, yeni bir mühitdə, belə də ki, şeflə münasibət olsun, iş yoldaşlarla münasibət olsun. İlk gün necə oldu sizin üçün? Yəni sizi necə qarşıladılar? Sizi ilk gün necə olmuşdu? Məsələn, bəzən tələbələr danışırlar ki, ya da kimsə bildirirlər ki, iş yoldaşları ilə ilk gün anlaşılmamazlıqlar baş verə bilər ya da şeflə hər hansı bir münasibətdə problem yarana bilər. Siz necə qarşılamışdılar məsələn ilk gün artıq yeni bir kollektivin içərisində sizi necə qarşıladılar? Əslində bu situasiya hər kəsin məncə fərqli olur. Mən öz təcrübəmdən yola çıxaraq sizə danışacağam ki, çox möhtəşəm keçdi. Hətta hədiyyə ilə qarşılaşdım. Mən Instagram postlarında, hekayələrində yeni tələbə götürmüşəm deyə şefim paylaşdı və dəstək oldu. Əlbəttə ki, ilk günlərdə dil problemləri yaşayırıq. Bu dil biliklərimizin zəif olmasına asılı deyil. Sadəcə həyəcan olduğu üçün və bunu da çox normal qarşıladılar və hər şeyin zamanla irəliləyəcəyini mənə dedilər. Ona görə də hər şey çox yaxşı oldu mənim üçün. Belə deyək ki, mükəmməl bir şefə sahib olmusunuz həqiqətən də. Çünki hər tələbəyə nəsib olmur ki, şefi onu bu cür gözəl qarşılasın və iş kollektivi, iş yoldaşları onunla bu şəkildə mükəmməl bir ünsiyyət qursun. Çünki bizdə çox olub ki, məsələn, ya da ümumiyyətcə mən müşahidə edən zaman görürəm ki, əksər tələbələrin ya şefləri ilə problemləri olubdu, ya iş yoldaşlarıyla hər hansı problemləri olub deyə, məsələn, hal-hazırda siz artıq 5 ayda Ausbildung eləyirsiniz. Tələbələr ilk həftələrində dayandırmalı olub, ya probçayt zamanından sonra dayandırmalı olublar deyə. Məncə siz bu cür mükəmməl bir şefə sahib olduğunuz üçün çox şanslısınız. Ümid edirəm ki, sona qədər belə olacaq. Belə deyək ki, Almaniyada artıq sizin diş assistenti olaraq ilk təcrübəniz başlamışdı. Sizdə necə baş verdi? Məsələn, belə deyək ki, gedən kimi işləməyə mi başladınız, yoxsa artıq sizi ilk dəfələrdən hələ ki icazə verilmirdi pasiyentlərlə ünsiyyət qurmağa? İlk zamanlarda istər təcrübəniz olsun, istər təcrübəniz olmasın, müşahidə olur. Sadəcə müşahidə edirsiniz, pasiyentlərlə heç bir şəkildə ünsiyyət girmirsiniz. Və bunlar düşünürəm ki, sizin özünüzdən asılı olan bir şeydir. Yəni zamanla şef sizə baxır, sizin iş potensialınıza, təcrübənizə baxır və bir həftə, 2 həftə bu davam edir. Ondan sonra siz təbii ki, pasiyentlərlə ünsiyyətə də girə bilirsiniz, hətta şefə kömək edirsiniz. Almaniyada Ausbildung dərsləri necə idi? Bəzən tələbələr düşünürlər ki, dil çətindirsə, mənə çətin gələcək. Qrup yoldaşlarımla ünsiyyətim yaxşı olmayacaq, ya dərs keçən müəllimlərlə ünsiyyətim yaxşı olmayacaq. Siz necə düşünürsünüz? Yəni öz təcrübələrinizdən bölüşə bilərsinizmi? Almaniyadakı dərslərlə bağlı bunu deyə bilərəm ki, mövzu həmişə eyni yerə toplanır, gəlir dil bacarıqlarımız nə qədər yaxşıdırsa, hər şey bizim üçün asan olacaq. Məktəbdə dərslər həftənin 2 günləri olur. Məsələn, məndə bazar ertəsi və çərşənbə axşam vardı. Bəzən dərslərdən sonra praktikaya da gedə bilirik. Dil bizim üçün niyə önəmlidir? Çünki bilmədiyimiz, tanış olmadığımız yeni sözlərdən əlavə tibbi terminlər öyrənirik. Və tibbi terminləri öyrənəndə bu bizə çətinliklər yarada bilər. Düzdür, çünki gözəl danışıqla iş mühitində olan danışıqlar da eyni deyil axı. Yəni diş assistenti olaraq artıq dişə aid olan, ümumiyyətcə tibbə aid olan terminlərdən istifadə etdiyimiz üçün gündəlik dostlarla, yaxınlarla danışıqdan tamamilə fərqlənəcək. Və o terminləri səsləndirmək, düzgün şəkildə səsləndirmək üçün, yadda saxlamaq üçün və pasiyentlə, iş yoldaşlarımızla iş mühitində düzgün ünsiyyət qurmaq üçün müəyyən səviyyədə artıq dil səviyyəsi lazımdır. O zaman siz hansı dil səviyyəsi ilə Almaniyaya getmişdiniz? B1 səviyyəsi ilə getmişdim və hal-hazırda da inkişaf yolundayam və bunu daha da yüksəklərə qaldırmaq istəyirəm. C1, C2. İnşallah ki, daha da yaxşı olacaq deyə ümid edirəm. Çünki dil elə bir, belə deyək ki,
çətinliklə öyrənilən bir şey deyil. Yəni biz məsələn burada necə öyrənirik dili? Öyrənən tələbələr daha doğrusu qrammatika, tapşırıq və s. bunlara üstünlük verildiyi müddətdə eyni zamanda danışmaq da lazımdır. Yəni sizin bir avantajınız daha var ki, dil öyrənəndə artıq ətrafınızda alman və mükəmməl iş yoldaşlarınız olduğu üçün onlar məncə sizə kömək eləyəcəklər dil öyrənməkdə. Bəli, əlbəttə bu mənim üçün böyük bir avantajdır. Hətta biz iş çıxışı belə iş yoldaşlarımla görüşürük. Hətta dərslərdə yeni tələbələrlə tanış oluram və bu mənim ünsiyyət bacarıqlarımı daha da gün-gündən gelişdirir. İşdən sonra dediniz məsələn ki, işdən sonra köründə nələr edirsiniz? Yəni stressi azaltmaq üçün. Dərs və praktika iş həyatımın bir parçası olduğu kimi düşünürəm ki, vacib olan prioritetlərdən biri də odur ki, pozitiv və stressiz qalmaqdır. Bu yerinə yetirildikdə hər şey istər iş olsun, istər dərs olsun, ardın gətirmək daha mükəmməl və daha yaxşı olacaq. Və mən də bəzən iş yoldaşlarımla, bəzən tələbələrlə dediyim kimi iş çıxışı görüşürük, dərs çıxışı görüşürük. Bir yerdə çox bir az zaman belə olsa vaxt keçiririk və bu da bizim ünsiyyət bacarıqlarımızı hər iki tərəf üçün keçərlidir, artırır və də İş yoldaşlarınızdan danışmışkən, Sahibcanın bizimlə paylaşdığı bəzi şəkillər var ki, həm iş yoldaşları ilə, həm də dostları ilə birlikdə gəlin onlara baxaq. Ümid edirəm bu sizin üçün motivasiya qaynağı olacaq. İnşallah. Çox maraqlı şəkillərdə getəndə mən hər zaman deyirəm ki, indi istəyirəm yenidən onu vurğulayaq ki, yaxşı bir şef, yaxşı bir iş kollektivinə sahib olmaq bizim həm şans məsələmizdir, həm də bizdən də çox şey asılıdır. Çünki ola bilər ki, o insanlar çox yaxşı insanlardır, amma siz də onlarla yaxşı ünsiyyət göstərdiyiniz üçün, əlaqələrinizin daha səmimi olduğu üçün artıq gördüyünüz kimi bir yerdə vaxt keçirirsiniz, əylənirsiniz, məsələn iş çıxışı kofe içməyə və yaxud da ki, bir qədər şərab içməyə gedirsiniz. Yəni bunlar həqiqətən çox maraqlı bir ünsiyyət üsullarından biridir. Ümid edirəm ki, inşallah Ausbildinginiz 3 il müddət davam edəcək və bu müddət ərzində hər zaman iş yoldaşlarınızla, şefinizlə əlaqəniz daha da yaxşı olur. Belə deyək ki, dostlarınızla tətillərə çıxırsınız. Məsələn, Almaniyada nə qədər dostunuz var ki, həftə sonlarını birlikdə keçirirsiniz məsələn? Əslində Almaniyada çoxdan tanıdığım Azərbaycanlı dostlarım yoxdur. Olanlar da məndən çox uzaqdır. Bildiyiniz kimi mən Köln şəhərində yaşayıram. Onlar hamısı fərqli şəhərlərdədirlər və bu yol problemi yaradır. Eyni, bu saat problemləri, yəni neçə saatlıq yollar olur. Həm iş saatı, həm dərs bu uyğun gəlmir. Amma yenə dediyim kimi dərslərdən tanış olduğum tələbələrlə bunun fərqi yoxdur. Qız və ya oğlan bir yerdə qrup şəklində bəzən zaman keçiririk, bir-birimizə dəstək oluruq. Həmçinin iş yoldaşlarımla eyni şəkildə davam edirik. Ümid edirəm ki, bu podkastdan sonra sizinlə dost olmaq və birlikdə Almaniyada vaxt keçirmək istəyən həmvətənlərimiz olacaq. İnşallah ki, onların içərisindən həqiqi dostlar özünüzə tapa bilərsiniz. Ausbilding bitirəndən sonra nə etməkdir məqsədiniz? Yəni 3 illik Ausbilding olduğu üçün 3 ildən sonra bitəcək. Yəni nələr etmək planlayırsınız Almaniyada? Bildiyiniz kimi tibb sahəsi dərinləşdikcə dərinləşən bir elmdir. Buna görə də düşünürəm ki, niyə də bu ixtisası, peşəkar ixtisası bitirdikdən sonra diş həkimi kimi peşəkarlaşmayım və bu mənim gələcəyim üçün çox uğurlu bir addımlardan ola bilər, həm stabil maaş, həm ixtisas üzrə. Bəli, çünki Ausbilding maaşı artıq bizim izləyicilər də, ümumiyyətlə bu sayədə olanlar bildiyi üçün hər şeyə çatmaq demək olar ki, məsələn siz Ausbildingdən aldığınız maaşla öz xərclərinizi qarşılaya bilirsiniz? Düşünürəm ki, bəli, idarə eləmək olar bu 3 il ərzində. Zaten adı üstündə biz tələbəyik. Maaşın demək olar ki, böyük bir hissəsi ev puluna çıxır və digər əlimizdə qalan pulla mən deyə bilərəm ki, ekonom edə həm səyahət, həm yaxın şəhərləri gəzmək, həm zaman-zaman dostlarla görüşmək olar. Yəni hər şey bizim əlimizdədir. Bəli, həqiqətən belədir ki, Ausbilding maaşları ilə belə deyək ki, özümüz üçün öz xərclərimizi qarşılaya bilirik, amma daha çoxunu etmək üçün məsələn mini joblar etmək olur və belə bir şey var ki, əgər biz mini job etmək istəyiriksə, bizim Ausbilding dərslərindən qiymətlərimiz də yaxşı olmalıdır. Siz heç fikirləşirsiniz mini job etməklə bağlı?
Hal-hazırda həm dərslər, həm iş biraz mənim üçün çətin olduğu üçün hal-hazırda mini job etmirəm, amma dilimi daha da yaxşı şəkildə inkişaf etdirdikdən sonra bunu düşünürəm. Yəni mənim üçün yay planlarım da var, amma hal-hazırda dediyim kimi yeni başlamışam. İlk fokuslanmalı olduğum şeylər dil, dərs və iş mühitinə adaptasiyadır. Yaxşı olacağını düşünürəm. Yəni bacaracaqsınız ki, niyə bacarmayasınız? Bu düşüncə məndə hardan yarandı? Siz də uşaqlıqdan bəri istədiyiniz bir arzunu həyata keçirmisiniz Ausbildung sayəsində. Bəlkə də Azərbaycanda hər hansısa istəmədiyiniz bir sahədə çalışacaqdınız. Tibb sahəsini aldırmaq biraz çox çətin olduğu üçün. Yəni amma Almaniyanın gənclərə belə gözəl bir, mükəmməl bir qapı açması bizim gənclərin öz istəklərini həyata keçirməsində həqiqətən də kömək eləyir. Ümid edirəm ki, gələcək uğurlarınızda, gələcək həyatınızda uşaqlıq arzunuzu daha da mükəmməl səviyyələrə çatdıra bilərsiniz. İş mühitində, yəni Ausbildung etdiyiniz zaman iş yoldaşlarınız ola bilər, ya da pasiyentlər də ola bilər ki, ən maraqlı və ya da gülməli hadisə hansı olmuşdu? Mənim üçün həm gülməli, həm də öyrədici bir məqamlardan biri olmuşdu ki, Alman adlarını xanım və bəyə məxsus olmağında biraz çətinlik çəkirdim. Təbii ki, bu kompüterdə yazılır və hər zaman kompüterə gedib baxmağa vaxtımız olmur. Bəzən biz koridorda belə yeriyərkən həkim və ya digər assistentlər bizə göstəriş verir ki, məsələn, bu pasiyenti çağıra bilərsən və gözləmə otağında da həm xanım, həm qadın pasiyentlər olur. Mən bir dəfə bəy pasiyentə Frau deyə səslənmişdim. Və həqiqətən çox utanmışdım və pasiyent də bunu normal qarşılamışdı, açıq olduğunu bilmişdi və o gün mənim üçün həqiqətən çox gülməli və öyrədici bir gün keçmişdi. Çünki gün boyu şefim və iş yoldaşlarım mənimlə çoxlu zarafat eləmişdi. Həqiqətən də gülməli bir hadisə olub ki, Fuğa ümumiyyətlə xanımlara səslənən zaman istifadə etdiyiniz xanım kəlməsidir və alman adları həqiqətən də çətindir ki, məsələn bilmirsən ki, bu ad xanıma məxsusdur yoxsa bəyə məxsusdur. Belə problemlər deməyək, belə bir kiçik səhvlər olacaq, amma yəni məncə normal qarşılayacaqlarını düşünürəm ki, sizdə olduğu kimi. Ausbildung etdiyiniz müddətdə diş assistentini seçmişdiniz. Bəzən bizim tələbələr diş assistentini seçməkdə çətinlik çəkirlər ki, düşünürlər ki, mənim bu sahədə heç bir təcrübəm yoxdursa, necə gedib Ausbildung eləyəcəm? Siz necə məsləhət bilərdiniz məsələn ki, gənclərə? Mən düşünürəm ki, daha rahat və daha yaxşı bir şəkildə bu ixtisasda təkmilləşmək, həmçinin ilk günlərdə yaxşı qarşılanmaq istəyirsinizsə, klinika təcrübəniz olsa daha yaxşı olar, hansı ki mənim də var idi və buna görə bu mənə çox kömək oldu Almaniyada. Yəni Almaniya qədər modern olmasa da bir çox şey artıq öyrənmişdim və bunu tətbiq edəndə şefim və iş yoldaşlarım mənə çox motivasiya verir ki, yəni sən bunları öyrənmisən, məsuliyyət hiss eləmisən. Ona görə tövsiyəm odur ki, ilk öncə burada müəyyən qədər olsa təcrübə qazanmaq lazımdır, bəli. Az da olsa təcrübəmiz olmalıdır ki, biz artıq yeni bir işə, yeni bir insanların içərisinə daxil olanda, yəni bir növ şoka düşməyək ki, ayda bu necə belə oldu? Yəni hər sahədən əgər gedəcəksinizsə diş assistenti olaraq, məsləhət görürük ki, bəzən hər hansı bir diş həkiminin yanında 1 ay, 2 ay belə gedib sadəcə izləmək, məsələn, alətlərin adını öyrənmək, həkimin əlinə baxmaq, nələrsə götürmək, nələrsə öyrənmək lazımdır ki, artıq yeni işə, yeni Ausbildungə başlayanda bizim problem yaşamayaq. Bəzən düşünürük ki, biz əslində Ausbildung bizim üçün peşə təhsilidir. Yəni biz ora öyrənməyə gedirik və təcrübəmiz olmasa da olar. Siz bu düşüncə ilə mi yaxınlaşmışdınız, yoxsa burada çalışırdınız ki, bayaq da vurğulamışdınız əslində ki, burada çalışırdım ki, artıq o sahədən biraz təcrübə qazanım? Həm burada bizim ölkədə, həm də Avropada, yəni Almaniyada Ausbildung sistemində belə bir düşüncə var ki, əgər mən tələbəyəmsə, açubiyəmsə, hər şeyi orada öyrənəcəm. Amma dediyim kimi klinik bacarıqlar və ya diş həkimi assistentliyi olmasın, başqa bir ixtisas olsun, onun üzrə burada bir bacarıqlarınız olsa, bu sizin üçün dezavantaj deyil, avantajdır və tövsiyəm odur ki, olsun. Məncə də olsun ki, artıq bayaq dediyim kimi yeni iş mühitinə getdikdə, yeni iş kolleqasına, yeni mühitə düşdükdə çətinliklər çəkməyək. Az da olsa bizim üçün təcrübə olacaq. Bu sahəyə gəlmək istəyənlərə nələri məsləhət görərdiniz ki, bəzən gənclər baxacaqlar məsələn podkast videosuna və yaxud da ki, sizin təcrübələrinizi, sizin əyləncələrinizi paylaşdığınız şəkillərə hər kəs bir düşünəcək ki, mən də yoxlayım bəlkə, mən də Ausbildung eləyim, mən də dil öyrənməyə başlayım, amma hər zaman insanları istəklərindən geriyə çəkmək istəyən insanlar olur və yaxud da ki, mentalitet düşüncələri olur. Yəni nələr məsləhət görərdiniz? İlk öncə məsləhətim və bunu diqqətlə dinləməklərini istəyirəm. Ondan ibarətdir ki,
Bəzən oraya gedib ausbildung eləyənlər uğursuz hadisələr yaşayırlar və hər kəsin belə olacağını istər TikTok olsun, istər digər sosial şəbəkələr olsun, canlı açaraq və ya post paylaşaraq məlumatlandırırlar, amma bundan ibarət deyil. Hər kəsin hekayəsi fərqlidir və mən buradan gənclərə demək istəyirəm ki, əgər inanırsınızsa, başlaya bilərsiniz. Ayrıca orada hər hansı bir uğursuz bir hekayə yaşamaq və ya bir hadisə yaşamaq hər şeyin bitdi demək anlamına gəlmir. Zaten dil bilikləriniz olaraq ora ölkəyə gedirsiniz və sizin orada başqa seçimləriniz və zamanla istəsəz ixtisasınız belə dəyişə bilərsiniz. Bəli, ixtisası dəyişmək olar. Çox haqlısınız. Orada çox vacib bir məqama toxundunuz ki, bəzən elə olur ki, biz bunu demək olar ki, hər kəs bunun şahididir ki, ya TikTok platformasında olsun, ya Instagramda olsun, ya YouTube kanallarında belə artıq mən müşahidə edirəm ki, bəzən bir problem yaşayır. Ausbildung eləyən bir gənc tələbə ola bilər, ya işçi vizası eləyənlərdən biri ola bilər ki, paylaşır ki, baxın mən bu işdə almanlar mənə belə davrandılar. Almanlar mənə soyuq davrandılar, müdirim mənə belə etdi və yaxud da ki, sizə də belə olacaq tipli paylaşımlar eləyirlər. Və nəticə etibarıyla bizdə bir qorxu yaranır ki, mən də gedəcəm, məndə də alınmayacaq və mən də geri dönməyə məcbur qalacağam. Yəni belə deyək ki, hər kəsin həyatında baş verənlər onun öz şəxsisinə aiddir. Yəni başqasında belə olubdusa, bu sahədə bu uğuru əldə edə bilməyibsən, məndə də elə olacağı demək deyil. Yəni nə etmək lazımdır? Yüz eşitməkdənsə bir görməyi hər kəsə məsləhət görürəm. Yəni özünüz bu təcrübəni özünüz qazana bilərsiniz. Məsələn, tutaq ki, Sahibcan deyir ki, Almaniyada ausbildung eləmək diş assistenti olaraq çox möhtəşəm bir təcrübədir mənim üçün. Ola bilər ki, başqa bir gəncimiz burada bir problem yaşaya bilər. Yəni bu podkastın məqsədi hər kəsin Almaniyada diş assistenti olaraq gedib çalışması deyil. Sadəcə olaraq öz təcrübələrini bölüşən bir gəncimizdir. Başqa bir gənc məsələn o sahədə mənfi təcrübələr ola bilər. İş yoldaşları ilə olsun, şefi ilə olsun ki, hər hansı bir problem yaşaya bilər. Bu o demək deyil ki, Almaniyada ausbildung eləyirsənsə sənin problemlərin olacaq. Yəni çox paylaşımlar görmüşəm, siz özünüz də görürsüz. Gəlməyin Almaniyaya, baxın mən gəldim belə oldu, amma həmin insanlar ki, hansı ki həldə Almaniyada yaşayırlar. Bəli, hətta üzr istəyirəm sizdən. Bir əlavə eləmək istəyirəm, hansı ki bəzən dərsləri, işi bacara bilməyən insanlar və başqa yola əl atan insanlar var ki, ausbildungu 3 ili, yəni vaxt itkisi hesab edirlər. Bəli, vaxt itkisi hesab edirlər. Yəni bu çox absurd bir düşüncədir. Yəni bu düşüncəyə əsla qapılmayın. Yəni tövsiyəm olur ki, yəni təhsil üçün ayrılmış zaman gələcək üçün investisiyadır. Bəli. Buna görə də yəni qətiyyən vaxt itkisi olmadığını düşünürəm. Çünki belə deyək ki, ausbildung ən çox kimlər üçün daha sərfəlidir? Universitetdə hər hansı bir diplomu olmayan gənclər üçün. Niyə? Çünki məsələn, universitet diplomu olan gənclər işçi vizası eləyə bilir, şans kartı və digər avantajlardan istifadə edə bilirlər. Ancaq ausbildung sənin Almaniyada tək bir attestatınla gedib mükəmməl şəkildə təhsil alacağın, həm qazanacağın, həm də dünyanı gəzə biləcəyin bir necə deyək, üstünlükmü deyək, avantajmı deyək ki, bizim gənclərə və digər ölkənin gənclərinə ayrılmış Almaniyanın açdığı bir qapıdır. Həqiqətən ausbildung Almaniyaya açılan qapılardan biridir gənclər üçün. Yəni qətiyyən vaxt etkisi kimi düşünməyək. Sahibcanın da həyat hekayəsi ilə, onun Almaniyadakı, yəni Kölndəki iş yoldaşları ilə olsun, dostları ilə olsun, ünsiyyətini də görün. Yəni ümid edirəm ki, bu podkast gənclər üçün öz ürəklərində olan Almaniya arzularını həyata keçirməkləri üçün bir motivasiya edici video olar. Yəni yenə deyirəm, çəkinməyə və yaxud da ki, qorxmağa ehtiyac yoxdur. Bəzən mən yorumlarda oxuyuram ki, məsələn, hər hansısa kimsə ausbildung barəsində çıxıb danışanda bizim həmvətənlərimiz çox sağ olsunlar ki, bizi çox yaxşı tərifləyirlər orada. Tərifləmək deməyərdim də necə. İnsanları niyə təşviq edirsiniz Almaniyaya getmək üçün? İnsanları niyə ausbildung etmələri üçün həvəsləndirirsiniz və s. Bayaq da izah elədiyim kimi, əgər sizin Azərbaycanda müəyyən bir gəliriniz, ümumiyyətlə gəliri bir kənara qoymaq istəyirəm. Niyə? Bəzən gənclər yaxınlaşırlar. Burada həyatları qayət normaldadır. Sadəcə olaraq mentalitetlə uyğunlaşa bilmirlər. İnsanların düşüncələrinə uyğunlaşa bilmirlər deyə Almaniyaya getməyin asan yollarından birinin ausbildung olduğunu görüb, dili öyrənirlər və attestatlarından istifadə edərək artıq Almaniyada ausbildung etməyə başlayırlar. Yəni məqsəd sadəcə olaraq Avropanı gəzmək ola bilər, özlərinə yeni təcrübə qazanmaq ola bilər. Yəni siz yeni bir sahə öyrənirsiniz. Necə ki, Sahibcanın diş assistenti olaraq dişə aid olan artıq demək olar ki,
Ausbildingin yarısına gəlib 5 ayındadır. 1 ilin tamamına artıq az qalıbdı və nələr öyrənmisiniz? Bəlkə hələ nələr də öyrənəcəksiniz bu irəlidədir? Bəli, mən də sizin fikirlərinizə qatılıram. Çox zaman mənim də başqa podkastlar və ya başqa TikTok və digər sosial şəbəkələrdə qarşıma çıxır ki, hansı ki insanlar, hətta tələbələr öz təcrübələrini paylaşırlar və orada gərəksiz insana demotivasiya eləyəcək kommentlər yazılır. Buna fikir verməmək məncə daha önəmlidir. Bayaq dediyim kimi yenə də təkrarlayıram. Elmə olunan yatırım, elm üçün olunan bir yatırım heç vaxt itici deyil. İstər vaxt olsun, istər başqa bir cəhətdən və düşünürəm ki, bu fikirlərə qatılmasınlar. Risk etmək işin yarısından çoxunu başarmaq deməkdir mənim üçün. Yəni bu videoya baxmaq və ya başqa bir videolara baxmaq, kimisə uğursuz hekayələrini dinləyib, ya mən də eləyə bilməsəm deyə burada qalmaq, öz sərhədlərimizi tapdalamaq məncə düzgün bir deyil, risk eləmək daha yaxşıdır. Bəli. Özümüz düşünüb, özümüz qərar versək, əslində bu günləri qəlbimizdə, ürəyimizdə olan bütün arzuları həyata keçirə bilərik. Demək olar ki, bu podkast 2025-in sonuncu podkastıdır və inşallah ki, yeni ildə yeni podkastlarla izləyicilərin qarşısında olmağa çalışacağam. Ümid edirəm ki, artıq bir aydan çoxdur demək olar ki, bu kanal artıq fəaliyyət göstərir və necə insanların həyatına mənə yazdıqları xoş kommentarlərdən və yaxud da ki, bəzən görüşəndə, görəndə bildirdikləri xoş sözlər həqiqətən mənim üçün uğurumun belə deyək ki, bir hissəsi olduğunu fikirləşirəm. Ayrıca əlavə eləmək istəyirəm ki, Ausbildung, yəni Almaniyada Ausbildung sistemi sadəcə iş və puldan ibarət deyil. Mənə görə Avropada yaşamaq, Avropada bəzi şeyləri kəşf etmək, Avropa mədəniyyəti ilə tanış olmaq, yeni şeylər öyrənmək. Yəni yeni şeylər öyrənmək üçün Ausbildung əslində bizə açılan bir qapıdır, yenə dediyim kimi. Avropanı kəşf eləmək üçün, Almaniyanın bir-birindən gözəl şəhərlərini tanımaq üçün bizə açılan bir qapıdır. Ümid edirəm ki, artıq hər kəs bu videodan sonra öz arzularını həyata keçirməyə çalışar. Digər mənfi rəylər olsun, digər neqativ düşüncədə olan insanlar olsun ki, onların təsirlərindən çıxacaqlarını ümid edirəm. Bildiyimiz kimi artıq 2025-in sonuna çatmışıq. İnşallah ümid edirəm ki, podkastların davamı olacaq alman saatı ilə. 2026-da yeni layihələrlə, yeni görüşlərlə və yeni qonaqlarla qarşınızda olmağa çalışacağam. Bu bir aydan çoxdur ki, artıq fəaliyyət göstərən kanalımda dəstək olan hər kəsə dərin təşəkkürlərimi bildirirəm. Xoş rəyləriniz həqiqətən mənim qəlbimi açır. Ümid edirəm ki, bu podkastda artıq Almaniyada olmaq istəyən gənclərə bir motivasiya olar, bir göstəriş, bir yol olar. Artıq istəyərdim ki, podkastımızı sonlandıraq, amma necə? Yeni ilin gəlişinə 2 gün qalıbdır. İstərdim ki, sahibcan sizlə birlikdə izləyicilərimizin, podkastımızı dinləyən izləyicilərin yeni ilini təbrik edək. Bəli, bu podkastı izləyən bütün gənclərin yeni il bayramını təbrik edirəm və ümidvaram ki, yeni ildə yeni arzular, yeni xəyallar hamısına nail olarsınız və son olaraq demək istəyirəm ki, hər şeyi bacara bilərsiniz. Tək istək. Bəli, tək istəklə hər şey əldə edə biləcəksiniz. Mən də hər birinizin yeni ilini təbrik edir. 2025-də alınmasa da bu yoldan dönmək yoxdur. Ümid edirəm ki, 2026-da Almaniyada olmaq istəyən bütün gənclər, bütün tələbələr artıq Weihnachtını Almaniyada keçirəcəklər. Bir daha yeni iliniz mübarək. 2026-da görüşmək ümidi ilə. Sağ olun, salamat qalın. Herkese təşəkkürlər.